Hörmətli mətbuat əməkdaşları, hamınızı salamlayıram. Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürmüş vətəndaşlara Dövlət Komissiyasından. Bildiyiniz kimi, Dövlət Komissiyası vətən torpaqları işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə itkin düşmüş vətəndaşlarımızın aid məzar yerlərinin axtarışı, qazıntı və ekskumasiya işlərinə 2021-ci ildən başlanmışdı. Və bugün sizin artıq iştirakınızla 25-ci kütləvi məzarlıq aşkarlanmışdır. Aprel ayında apardığımız qazıntılar zamanı qeyd edim ki, 2 kütləvi məzarlıq aşkarlanmışdı. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanmışdı. Həmin ərazidə ən azı 5 nəfərə itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalığı aşkarlanaraq götürülmüşdü. Ərazidə yol tikintisi aparıldığı üçün meyit qalıqlarını ərazidən götürmüşük. Bu ərazidə isə artıq gördüyünüz kimi Əsgəran-Xocalı yolunun üzərində tapılan bu aşkarlanan növbəti kütləvi məzarlıqda ən azı 7 itkin şəxsə aid meyit qalıqları aşkarlanmışdır. Mütəxəssislərin rəyinə görə meyit qalıqları əsasən mülki şəxslərə aiddir və qeyri-ənənəvi dəfn olunma faktı burada aşkarlanmışdır. Ümumiyyətlə, Ermənistan Azərbaycanda hərbi təcavüz nəticəsində bilirsiniz ki, Dövlət Komissiyasında 3990 nəfər bugünə olan, 1 may tarixində olan məlumat əsasən 3990 nəfər vətəndaşımız itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır və son illərdə apardığımız axtarış qazıntı eyni zamanda eyniləşdirmə işi prosesi nəticəsində 170 vətəndaşımızın taleyinə aydınlıq gətirilmişdir. Bugün isə burada sizin iştirakınızla biz Ermənistanın törətdiyi yeni bir cinayət faktı ilə üz-üzə qalmışıq. Bilirsiniz ki, uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı məsələlərə özünə məxsus yanaşma nümayiş etdirmiş. Hətta onların uydurmasına görə, fikirlərinə görə mülki əhali Xocalı şəhərini tərk edərkən onlara hətta dəhliz verildiyi iddiası ortaya atılmışdı. Ancaq bugün məhz burada tapılan bu fakt, yol kənarında tapılan bu fakt göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz, heç bir humanitar dəhliz verilməmiş və insanlar, mülki şəxslər bilərəkdən burada qətlə yetirilmiş və burada kütləvi şəkildə dəfn edilmişdir. Bilirsiniz ki, beynəlxalq humanitar hüquq normalarına görə Azərbaycanın da, Ermənistanın da qoşulduğu Cenevra konvensiyalarının 3-cü maddəsinə əsasən insanların girov götürülməsi ümumiyyətlə qadağandır. Lakin bu fakt göstərir ki, insanlar nəinki girov götürülmüş və girov götürüldükdən sonra onlar beynəlxalq humanitar hüquq normalarının ziddin olaraq işgəncələrlə qətlə yetirilərək burada kütləvi şəkildə, qeyri-ənənəvi şəkildə dəfn edilmişlər. Uzun müddət Azərbaycan tərəfi həm Xocalı soyqırım zamanı, həm ümumiyyətlə Ermənistan Azərbaycana qarşı törədilmiş təcavüz nəticəsində itkin şəxslərimizin taleyinin aydınlaşdırılması ilə bağlı beynəlxalq təşkilatların vasitəsilə dəfələrlə uzun müddət Ermənistan tərəfinə sorğular vermiş, bu insanların taleyi ilə bağlı məlumatların verilməsini istəmişdir. Lakin Ermənistan tərəfi bu gün də bu faktları gizlətməkdə davam edir. Göründüyü kimi, nə qədər gizlətsələr də o el dilində bir söz var, deyir ki, cidanı çuvalda gizlətmək olmaz. Bugün bu fakt artıq ermənilərin törətdiyi növbəti cinayət faktının aşkarlanması deməkdir. Bəli, bu aşkarlanan bu iskeletlərin, insan sümüklərinin üzərində hər hansı bir zorakılıq faktı, belə bir ümumiyyətlə bununla bağlı hər hansı? Zorakılıq faktları burada aşkar görünür. İndi siz çəkiliş aparanda da görəcəksiniz. Orada ayaq sümüklərində, mən özüm baxdım və mütəxəssislər də baxdı. Ayaq sümüklərində, əl sümüklərində, kəllə sümüklərində küt alətlərlə vurulmuş travma, zədə izləri var. Sümüklərin sınması faktları var. Burada əsas görünən odur ki, yəni aşkar görünür. Fakt özü aşkar görünür. Fakt özü cinayətin törədilməsinin aşkar
bariz nümunəsidir. Fakt özü aşkar görür ki, bu şəxslərə qarşı, məhz mülki şəxslərə qarşı, çünki geyimlərdən də aşkar görünür ki, bu şəxslər mülki şəxslərdir. Hətta mütəxəssislərin rəyinə görə onların arasında daha çox qadınlar üstünlük təşkil edir. İndi qazıntı prosesi davam eləyəcək. Ola bilsin ki, aşağı laylarda yenə qalıqlar var. Ətrafda yenə baxış keçiriləcək mütəxəssislərin, xüsusən bizim arxeoloqların iştirakı ilə baxış keçiriləcəkdir. Və sonraki prosesdə biz təbii ki, bu qalıqları buradan götürəcəyik və bu qalıqların artıq müvafiq laboratoriyalarda eyniləşdirmə işi aparılacaq. Onu da deyim ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan Respublikasının Əsir və İkinci Dövlət Komissiyasında 210 nəfər bu günə olan 1 may 2025-ci il tarixə olan məlumata görə Xocalı soyqırımı zamanı 210 nəfər Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onların arasında 38 uşaq da var, təəssüf ki. Onların 42 nəfəri hərbiçilərdir, digərləri isə mülki şəxslərdir. Bilirsiniz ki, 2024-cü ilin fevral ayında Xocalı şəhərinin içərisində bir kütləvi məzarlıq aşkarlanmışdı. Sonradan Qaladərəs ərazisində Xocalı soyqırımı ilə aid olduğu ehtimal edilən daha bir kütləvi məzarlıq aşkarlanmışdı. Xocalı soyqırımı ilə Xocalı şəhərinin içərisində fevral ayında aşkarlanan kütləvi məzarlıqdan 15 nəfərə aid, üzr istəyirəm, 18 nəfərə aid meyit qalıq aşkarlanmışdı. Onlardan 10 nəfərini eyniləşdirib ailələrinə artıq təhvil vermişik. Digərləri ilə bağlı eyniləşdirmə prosesləri davam etdirilir.